Ve aleykümselam ve rahmetullahi teala ve berekatuhu. Kardeşin sualı belədir. Allah üçün sevdiğim bir din kardeşim var bir rayonda. Könlümden onun ziyareti keçir. Onun da ziyaretine gitmek hardasa 30 manat məbləğində pul qarşılığı eləyir. Bunu mu eləyim, yoxsa bu pul məbləğini mən burada sədəqə vereyim, məscidə vereyim, ora verim, bura verim. Hansı daha mənim üçün xeyirlidir, hansı daha əfsəldir? Əl-cavab, o ki qaldı sənin çəkdiyin ikinci misala, onu sən daim eləyirsən və onu hamı eləyir. Sədəqə verir, hər gün verir, 3 gündən bir verir, gün əvvəl axırında verir, məscidə verir və məscidə verənlər də çoxdur. Sənin isə qardaşın tənhadır, onun sənə ehtiyacın vardır. Ola bilsin ki, sənin ona gedib ziyarət etməyin, onun dinində sabit olmağına vəsilə olacaqdır. Həm də yadından çıxartma, əgər doğrudan sənin onun yanına getməyin livəcillah azze və cəl subhanahu və teala içindirsə, bu elə ibadətin ta özüdür. Sənin getdiyin hər addım sənin üçün cənnətdə mühasabdır, bu haqda hədislər vardır. Və doğrudan da sənin onun yanına getməyin nə dünya qarşılığı, nə dünya müqabili, nə də ki bir borç, nə alacağını verəcəyin yox. Məhz Allah azze və cəllənin vəcih cəmalı üçündürsə, sənin onun yanına getməyin ibadətdir. Və bu yolda xərclədiyin hər bir şey sənin üçün xeyirlidir və təbii ki, bu əməli tərcih edəcəksən, gedəcəksən və ona dəstək olacaqsan, mənəvi dayaq olacaqsan, onu sevindirəcəksən və sən xeyir üzərindəsən. Və yaddan çıxartma ki, sən bunu hər gün edə bilmirsən. Madəm ki, könlündən keçir, et. Barakallahu fik.